Təbii ki, Türkiyə-Pakistan münasibətləri qardaşlıq və müttəfiqlik müstəvisindədir və tərəflər daima özünün müxtəlif spektrlarda, müxtəlif sahələrdə dəstəkləyir. Həmçinin Pakistanla Türkiyə arasında da sıx hərbi texniki təhlükəsizlik və müdafiə əməkdaşlığı var. Hələ sir deyil ki, münaqişənin ilk günlərindən Türkiyə hərbi nəqliyyat vasitələri İslamabada indi. Və Türkiyə təbii ki, Pakistanın burada yanındadır və ümumiyyətlə Türkiyə daima regionda sabitləşdirici və müharibənin əleyhinə olub. Regionda ümumiyyətlə Türkiyə uzaq bir region deyil. Həm Hindistanla da müəyyən əlaqələr var və Pakistanla da daha çox. Və düşünürəm ki, təbii ki, Türkiyə Pakistanın yanındadır. Əgər müharibə eskalasiyası genişlənərsə, təbii ki, Türkiyə Pakistana istənilən müstəvidə kömək edəcək. Burada hərbi texniki, təhlükəsizlik, müdafiə və siyasi dəstək Pakistan yanında olacaq və baş nazir, Pakistan baş naziri Şahbaz Şəriflə Türkiyənin prezidenti cənab Ərdoğan arasında da telefon danışığı oldu və bu bir növ Hindistana və müəyyən güclərə bir mesaj idi ki, əgər müharibə geniş miqyaslı olarsa, Türkiyə Pakistan yanında yer alacaq. Çünki Türkiyənin əsas təbii müttəfiqlərindən biridir Pakistan. Məhz Türkiyə Pakistanın burada məğlub duruma düşməsinə laqeyd qala bilməz. Həmçinin Pakistanın əlində də kifayət qədər nüvə silahı var. Müsəlman dünyasında təkcə Pakistandadır. Türkiyə müsəlman ölkəsi kimi yeni dünya gücü olmaq istiqamətində addımlar atır. Ona görə də Pakistanın daima Türkiyənin yanında olması, bir-birinə dəstək olması yeni bir siyasi nizamın reallığıdır və bu labüddür. Hindistan üçün Türkiyə amili çəkindirici hesab edilə bilərmi? Məsələn, geniş miqyaslı bir əməliyyatı keçirəndə Türkiyəni gözə alsın və geri addım atsın. Mən düşünürəm ki, hazırda baş verənlər Hindistanın müəyyən qədər ciddi şəkildə Pakistana quru qoşunların yeritməməsi, müəyyən bir neçə raket atmaqla yenidən fasilə yaratması burada Türkiyənin də rolu effektli olub. Çəkindirici faktoru. Çünki bilirsiniz, Hindistan artıq kütləvi informasiya vasitələrində Türkiyə əleyhinə ciddi şəkildə bəyanatlar verilir, boykot çağırışları edilir və Hindistan bilir ki, müasir dünya siyasi hərb elmində və əməliyyatlarında Türkiyənin rolu burada daha da yüksək səviyyədədir. Çünki Türkiyə qlobal müharibələrdə qalib olub. Liviya münaqişəsində, Yaxın Şərqdə Suriya məsələsində, Cənubi Qafqazda Azərbaycana siyasi dəstəyi və Hindistan bilir ki, Türkiyə hansı ölkənin yanında olur, həmin ölkə qalib olur. Çünki Türkiyənin müasir hərb elmi, müasir silahları və əməliyyatları qalibiyyət müstəvisində aparmaq istiqamətində ciddi şəkildə əməliyyat planları var. Kifayət qədər ordusu güclüdür. Ona görə də Hindistan tərəfi konkret olaraq bilir ki, əgər Türkiyə hərbi təlimatçıları Pakistanda olacaqsa, müharibə genişlənərsə, Türkiyənin müasir silah sistemləri Pakistanda olarsa, əlbəttə ki, bu Hindistanın məğlubiyyətinə gətirib çıxaracaq. Və çünki Türkiyə əlində olan silahlar dəqiq və hədəfə tamamilə 99% məhv edəcək silahlar əlindədir. Amma Hindistanda bu demək olar ki, 50-60% civarındadır silahları dəqiq hədəfə vurmaqla.